Bir düşünün, smartfonu çıxarıb hər hansı bir ünvana getmək indi nə qədər asandır, elə deyil. Saniyələr içində sanki bütün dünya barmaqlarımızın ucundadır. Yaxşı, bəs heç fikirləşmisiniz ki, bu rahatlıq, bu texnologiya əslində 1000 illik bir səyahətin uzun bir təkamülün nəticəsidir. Kağız üzərindəki o sadə cızma qaralardan tutmuş, bugün cibimizdə daşıdığımız o güclü alətə qədər. Gəlin elə bugün xəritələrin bu inanılmaz hekayəsinə birlikdə nəzər salaq. Gəlin bir anlıq təsəvvür edək. Bugün telefonunuzda istifadə etdiyiniz o mükəmməl proqramın ulu babası necə görünürdü? Təsəvvür edin ki, 100 illər əvvəlki xəritələrdə naməlum dənizlərdə qorxunc əjdahalar, hələ kəşf edilməmiş torpaqlarda isə ağlasığmaz mifik varlıqlar çəkilirdi. Niyə? Çünki o vaxtki xəritələr sadəcə bir kağız parçası değildi. Yox, onlar bütöv bir dövrün inanclarının, qorxularının, hətta arzularının bir güzgüsü idi. Elə isə gəlin o güzgüyə birlikdə baxaq. Deməli, bugünkü söhbətimizdə xəritələrin təkamülündəki 4 əsas mərhələyə toxunacağıq. Orta əsrlərdəki o əl ilə çəkilən xəritələrdən başlayacağıq. Sonra böyük kəşflər dövründə çap edilmiş naviqasiya xəritələrinə keçəcəyik. Üçüncü mərhələmiz 20-ci əsrdəki havadan çəkiliş və rəqəmsallaşma olacaq. Və nəhayət gəlib çatacağıq bugünə, yəni interaktiv və tamamilə fərdi təcrübələrə. Yaxşı, gəlin başlayaq ilk mərhələdən. Əfsanə və eskiz xəritələr, yəni dünyanı təsvir etməyin ilk cəhdləri. Bu dövrdə xəritə deyəndə ağla gələn şey indikindən çox fərqli idi. Onlar coğrafiyadan daha çox bir sənət əsəri, bir mifologiya toplusuydu. Hətta deyərdim ki, bir dünya görüşüydü. Bu xəritələr sadəcə haradan hara getməli sualına cavab vermirdi, eyni zamanda inanılmaz hekayələr danışırdı. Baxın, bu ilkin xəritələrin özünə məxsus xüsusiyyətləri var idi. Onlar daha çox miflərə, əfsanələrə və simvolizmə əsaslanırdı. Onu çəkən şəxsin dünya görüşü xəritəyə tamamilə hopurdu. Əlbəttə, içində elm də var idi, amma yalnız qismən. Və onlar kağız, dəri, parça kimi materiallar üzərinə çəkilirdi. Məsələn, xəritədə bilinməyən bir yer varsa, ora boş qalmırdı. Ora dərhal bir əjdaha, bir dəniz canavarı şəkli çəkilirdi. Çünki bu, o dövrün insanının dünyanı necə gördüyünü göstərirdi. Həm bildiklərini, həm də təsəvvür etdiklərini, qorxduqlarını. Mahmud Kaşqari, Əl-İdrisi, Əl-Biruni kimi böyük şəxsiyyətlər məhz bu dövrdə elm və əfsanəni birləşdirərək o unikal əsərləri ortaya qoyurdular. İndi isə gəlin hekayəmizdə biraz irəli gedək və növbəti mərhələyə baxaq. Çap edilmiş kağız xəritələr. Artıq söhbət təkcə dünyanı təsvir etməkdən getmir, söhbət dünyanı ölçməkdən gedir. Bax, bu mərhələdə artıq elmi prinsiplər, dəqiq hesablamalar və yeni texnologiyalar işə qarışır və dünyanın daha real, daha dəqiq təsvirləri yaranmağa başlayır. Və bu dövrün demək olar ki, əsas qəhrəmanı kim idi? Əlbəttə ki, Gerard Mercator. Bu ad yəqin ki, çoxunuza tanışdır. O, naviqasiyada əsl inqilab edən və müasir xəritələrin necə deyərlər təməl daşını qoyan bir kartoqraf idi. Bəs Mercatorun proyeksiyası nə idi və niyə bu qədər vacib idi? Baxın, onun dahiliyi çox sadə bir fikirdə gizlənirdi. Kürə şəklində olan yer kürəsini götürüb, onu düz bir səthə, yəni kağıza elə köçürdü ki, gəmi kapitanları kompasda eyli bucağı saxlayaraq düz xətt üzrə üzə bilirdilər. Kağız üzərində bu düz xətt reallıqda onları mənzil başına çatdırırdı. Bu, kiçik bir detal kimi görünsə də, əslində inqilabi bir dəyişiklik idi. Düşünün, böyük coğrafi kəşflər dövründə bu dənizçilər üçün həyatla ölüm arasındakı fərq demək idi və təbii ki, bu ixtira bütün dünyanın kəşf olunmasını inanılmaz dərəcədə sürətləndirdi. Amma dayanın, bu dövrdə başqa bir möhtəşəm hadisə də baş verdi. Çap tezgahının icadı. Artıq xəritələr əllə çəkilmirdi. Xəritələrə tələbat artdıqca, bu yeni texnologiya onları kütləvi şəkildə istehsal etməyə imkan verdi. Nəticəsi nə oldu? Nəticədə xəritələr daha sadəcə alimlərin, varlıların və ya dəniz kapitanlarının əlində olan bir alət olmaqdan çıxdı. O, daha geniş kütlələr üçün əlçatan oldu və bir növ bilginin demokratikləşməsinin simvoluna çevrildi. İndi gəlin zaman maşınımıza minib birbaşa 20-ci əsrə uçaq. Çünki burada artıq rəqəmsal xəritəçiliyin başlanğıcından danışacağıq. Söhbət dünyanı yuxarıdan görməkdən gedir. Bu, sözün əsl mənasında hər şeyi dəyişdirən bir mərhələ idi. Dünyaya tamamilə fərqli bir gözlə, fərqli bir perspektivdən baxmaq deməkdir. Baxın, 20-ci əsrdəki bu inqilab əsasən iki böyük addımdan ibarət idi. Birinci addım, aerofoto şəkillər. Yəni, insanlar hava şarları, təyyarələr, helikopterlər vasitəsilə yuxarıdan yer səthinin dəqiq şəkillərini çəkməyə başladılar. İkinci addım isə rəqəmsal məlumatlar oldu. Bütün bu toplanan coğrafi məlumatları götürüb kompüterlərə yüklədilər. Kompüterlər isə bu məlumatları emal edərək
analiz və planlaşdırma üçün inanılmaz bir dəqiqlik təmin etdi. Və bu yeni inanılmaz dəqiqlik səviyyəsi əlbəttə ki, hər şeyi kökündən dəyişdi. Söhbət təkcə daha yaxşı xəritələr əldə etməkdən getmirdi. Müasir şəhərlərin planlaşdırılması, resursların idarə edilməsi, hətta təbii fəlakətlərin qarşısının alınması. Bütün bu sahələrdə tamamilə yeni imkanlar yarandı. Rəqəmsal xəritələr dünyamızı daha proqnozlaşdırıla bilən və daha yaxşı idarə olunan bir yerə çevirdi. Və nəhayət, gəlib çatdıq bugünə, interaktiv və fərdi xəritələr dövrünə. Yəni, dünya ilə birbaşa qarşılıqlı əlaqədə olduğumuz dövrə. Söhbət artıq smartfonlarımızda, kompüterlərimizdə istifadə etdiyimiz o dinamik, məlumatla dolu xəritələrdən gedir. Bu, artıq dünyaya sadəcə yuxarıdan baxmaq deyil, onunla birbaşa danışmaq, onunla ünsiyyət qurmaq kimidir. Müasir xəritə proqramları deyəndə ağlımıza nə gəlir? Əlbəttə ki, Google Maps, OpenStreetMap, ArcGIS, bu adlar yəqin ki, hamınıza tanışdır. Bunlar bizim hər gün, bəlkə də fərqinə varmadan istifadə etdiyimiz o möhtəşəm interaktiv platformalardan sadəcə bir neçəsidir. Yaxşı, bəs bu interaktiv xəritələri bu qədər güclü edən nədir? Gəlin baxaq. Birincisi, real zamanlı peyk məlumatları. Yəni, hər an yenilənən data. Sonra, GPS koordinatları sayəsində dəqiq yerimizi bilirik. Üç ölçülü, yəni 3D görüntülər var. İstədiyimiz yerə klikləyib, böyüdüb axtarış edə bilirik. Və ən əsası, istifadəçilər tərəfindən yaradılan məzmun, yəni bizim özümüzün əlavə etdiyimiz yeniləmələr və fərdiləşdirmə imkanları. Bunları bir yerə toplayanda görürük ki, bu o köhnə statik kağız xəritələrlə müqayisədə tamamilə başqa bir kainatda. Gəlin bir anlıq kağız və interaktiv xəritələri üz-üzə qoyaq. Kağız xəritələr statikdir, yəni dəyişməzdir. İnteraktiv xəritələr isə dinamikdir, real vaxtda yenilənir. Kağızdakı məlumat sabitdir, bir dəfə çap olundu və səlam. Amma rəqəmsal xəritədə məlumatlar davamlı olaraq yenilənir. Biri ümumi məqsədlər üçündür, digəri isə tamamilə sənə özəl, fərdiləşdirilmişdir. Və ən vacib fərq, kağız xəritə sadəcə müşahidə etmək üçün bir alətdir. İnteraktiv xəritə isə birbaşa qarşılıqlı əlaqə qurmaq üçün bir vasitədir. Fərq, elə deyilmi, ağ ilə qara kimidir. Biz artıq sadəcə xəritəyə baxan deyilik, biz o xəritənin bir hissəsiyik. Və bəlkə də bütün bu təkamülün zirvəsi, ən böyük inqilab elə budur. İstifadəçi, yəni biz özümüz, xəritəyə öz məlumatlarımızı daxil edə, onu yeniliyə və fərdiləşdirə bilirik. Bir düşünün, yolda tıxac barədə məlumat verəndə, getdiyiniz bir kafeyə rəy yazanda və ya yeni açılmış bir yolu qeyd edəndə siz nə edirsiniz? Siz əslində o xəritəni yaradırsınız. Biz artıq sadəcə məlumatı qəbul edən tərəf deyilik. Biz hamımız birlikdə real vaxt rejimində dünyanın rəqəmsal xəritəsini yaradan, onu canlı saxlayan nəhəng bir icmaya çevrilmişik. Beləliklə, səyahətimizin sonuna gəldik. Bir vaxtlar əjdahalarla dolu olan o perqamentlərdən bugün dünyanı real vaxt rejimində dəyişdirdiyimiz rəqəmsal platformalara nə qədər böyük bir yol qət edilib, elə deyilmi? Artıq bir şey aydındır. Xəritələr dünyanı sadəcə təsvir etmir. Onlar dünyanı aktiv şəkildə formalaşdırır. Yaxşı, bəs bütün bunlardan sonra növbəti dayanacaq haradır? Gələcəkdə bizi nə gözləyir? Bəlkə artırılmış reallıq xəritələri küçədə yolumuzu gözümüzün önündə göstərəcək. Bəlkə bir gün naviqasiya sistemləri birbaşa beynimizə inteqrasiya olunacaq. Kim bilir? Gələcəyin bizə daha nələr gətirəcəyini düşünmək həqiqətən də çox maraqlıdır.